Salam. Müəllimlər Birliyi Tədris Mərkəzindən Rüfət müəllim. Elementlərin validlik imkanları oksidaşma dərəcəsindən əlaqəli testlərə baxacaq. Birinci sual. Nitrat turşusu azot atomunun oksidaşma dərəcəsini müəyyən et. Birinci nitrat turşusunun formulunu yazacaq. H-nin ölçüsü nitrat turşusunun formulu. Oksidaşma dərəcəsinə. Turşularda, oksidlərdə, əsaslarda oksigen oksidaşma dərəcəsi nə idi? -2 idi. Hidrogen isə müsbət 1 idi. Bundan azotda axtarım. X yazırıq azota. Bundan biri vururuq müsbət 1'e, yəni indekslər vururuq oksidaşma dərəcəyinə. Biri vururuq X-a. Üstə gedirik 3'ü vururuq -2'ye. Bərabərləşdirir 0'a. 1 üstə x çıxılsın 6 nəyə bərabərdir 0'a. X çıxılsın 5 bərabərdir 0'a. X-ə bərabərdir müsbət 5'e. Dedik, nitrat turşusu ilə nitrat turşusunda oksidaşma dərəcəsi müsbət 5'e geçir. Sonra ikinci suala baxalım. Kalsium karbiddə, kalsium karbiddə karbon atomunun valentliyini və oksidaşma dərəcəsini müəyyən et. Kalsium karbidin formulu kalsium C2'dir. Deməli, kalsium burada oksidaşma dərəcəsi müsbət 2'dir. Onda karbonada bir x verir. Onda 1 vuraq müsbət 2, üstə gəlməsin 2 vuraq x bərabər edəcək 0'a. 2 üstə 2x bərabərdir 0. 2x bərabərdir -2, x-ə bərabərdir -1. Valentlik isə 4'ə bərabərdir. Yəni CO-dan başqa demək olar ki, bütün əksəriyyət birləşmələrdə karbon 4 valentlidir. Quruluş formulu, yəni quruluş formulu da belədir. Valentlik prinsipinə ilə bir pozulmur. Ona görə də burada variant olacaq. -1 və 4. 4 -1 olacaq. 2'də B variantı ödəyəcək bizə şərt. Üçüncü sualda hansı birləşmədə karbon oksidaşma dərəcəsi -2'dir? CO2'yə baxalım. Oksigen -2'dir. 2'ni -2'yə vuranda -4. Bir dənə karbon olması üçün müsbət 4 olmalıdır. CO-da oksigen -2'dir. Digəri isə nə verəcək? Müsbət 2 verəcək cəmsi. C2H2 xlor 2'də xlor -1'dir. Hidrogen müsbət 1'dir. Karbon hissəsi 0 qalacaq. 2'ni müsbət 1'ə vuranda müsbət 2. 2'ni -1 vuranda -2. Toplayanda 0, deməli karbon da 0 olmalı. CH xlor 3'ə baxaq. Xlor -1, müsbət 1, bu da x. 1'i vuraq x-a, üstə gələk. 1'i vuraq müsbət 1'ə, üstə gələk 3'ü vuraq -1'ə, bərabərləşdirək 0'a. X çıxaq, plus 1 çıxaq, 3 bərabər 0, x-a bərabərdir müsbət 2. Burada x müsbət 2'dir. Y-də isə yəqin ki, Y variantı olacaq. CH3 xlorda isə hidrogen müsbət 1'dir. Xlor -1'dir, bu da x. X üstə gələk 3 vuraq müsbət 1, üstə gəlsin -1 bərabərdir 0'a. X-ə verəcək -2. Deməli, buradan alınacaq CH xlor 3'də -nəyə verəcək? 2 alınacaq burada. Sonra 4-cü sualda hansı birləşmədə karbon oksidaşma dərəcəsi müsbət 2'dir? Bu suala baxaq görək. Deməli, baxaq, CH3OH-a baxaq. CH3OH-da hidrogen deməli, bunu verir CH4O yazmaq olar da bunu. Oksigen -2'dir, hidrogenden müsbət 1. Karbon x yazıq. Burada deməli x üstə 4'ü müsbət 1'ə vuranda 4, 1'in çıxaq. Üstə -2, 1 -2 bərabər 0'a. X-ə bərabərdir -2 verir. Elədir. X verəcək -2. Deməli, A-nı çıxdıq buradan. B-də CH xlor 3'də -1 budur, müsbət 1 budur. İstərsiniz burada karbonun müsbət 2 gəlib çıxacaq. 3'ü -1'ə vuranda -3, 1'i müsbət 1'ə vuranda müsbət 1. Yəni, bu müsbət 2 olmalıdır ki, toplayanda cəmini versin, 0 versin. CO2'də müsbət 4, C2H2'də isə nədir? 0'a bərabərdir. Deməli, variant olacaq, B variantı ödəyəcək. 5-ci sual.
Ammonium iyonunda azotun oksidaşma derecesini ve valentliyini müəyyən edir. Ammonium iyonu bizə donor akseptorlu birləşmələrdən tanış idi. Yəni kovalent rabitədən tanış idi. NH4 müsbət. Valentliyi bunun 4 valentlidir. Valentlik prinsipləri bir problem yoxdur. 4 valentlidir. Oksidaşma dərəcəsinə baxanda isə biz hidrogen burada müsbət 1-dir. Azota verəni X. Onda 1 vuraq X üstə gəlir 4 vuraq müsbət 1 bərabərdir müsbət 1-ə. X çıxılsın üstə 4 bərabərdir müsbət 1-ə. X-ə bərabərdir -3. Onda belə nəticə çıxır ki, ammonium iyonunda azotun oksidaşma dərəcəsi -3. Valentliyi isə 4-ə, yəni bərabərdir. -3, 4. 5 dənə verəcək A variantı. Azot molekulunda azotun valentliyi. Azot molekulunda N2-dir. Oksidaşma dərəcəsi 0-a bərabərdir. Valentliyi isə azot arasında 3 qat rabitə olduğu üçün 3 valentlini necə olacaq? 3, 0. Buradan gələcəyini D variantı ödəyəcək. 6. Sonra 7-ci sualda H2 manqan O4 verib bizə. Bizdə oradan manqanın oksidaşma dərəcəsini soruşur. Buradan müsbət 1, X müsbət 1 yox. Daha doğrusu oksigen -2 göstərir. -2. Hidrogeni də vereyim müsbət 1. 2 vuraq müsbət 1. Üstə gələk. 1 vuraq X. Üstə gələk 4 vuraq -2 bərabər nəyə? 0-a. 2 üstə X çıxaq 8 bərabərdir 0-a. X-ə bərabərdir müsbət 6. X müsbət 6 verdi birincisində. İkincisində manqan O2-də oksigen -2-dir. 2-ni buradan müsbət 4-ünü eləyəcək. Alınacaq. Elədir. Müsbət 4 eləyəcək. Kaliy manqan O4-də isə 1 vuraq müsbət 1 üstə 1 vuraq X üstə yəni 4 vuraq -2 bərabərdir 0-a. 1 üstə X çıxılsın 8 bərabərdir 0-a. X-ə nəyə bərabərdir? Müsbət 7 eləyəcək. Deməli, müsbət 6, müsbət 4 və müsbət necə verəcək? 7 verəcək. Olacaq burada nə? E variantı 7-dən eləyəcək, alınacaq. Sonra 8-ci sualda ferrin PO4-də. Ferrin PO4-də bu PO4 H3PO4-ün qalğıdır. 3 dənə hidrogen çıxıb PO4 iyonu qalması üçün. Ona görə də hər hidrogen 1 valentli olduğu üçün PO4 öz neçə valentli olacaq? 3 valentli olacaq. Və bir dənə də dəmir birləşib buna. Dəmirin deməli valentliyini tapmaq üçün bu PO4-ün indeksini vururam valentliyinə, yəni 1-i vururam 3-ə, bölürəm dəmirin indeksini 1-ə. Bərabər olur nəyə? X-ə. O da nəyə bərabər olur? 3-ə. Buradan belə çıxır ki, dəmir neçə valentlidir? 8-ci sualda 3 valentlidir. C variantı ödəyəcək. 9-cu sualda ferri-SO4 birləşməsində deməli neçə valent dəmir? Ferri H2SO4 var. SO4 sulfat turşusunun qalığıdır. 2 hidrogen çıxdığımız üçün SO4 hər 2 valentli olacaq. Çünki hər hidrogen 1 valentli. Bir dənə də dəmir var. 1-i vururuq 2-yə bölürük 1-ə. Neçə valentli olacaq? Burada dəmir 2 valentli alınacaq. Olacaq A variantı 9-u ödəyəcək. Sonra 10-cu sualda kalium 2 xrom 2 O7 birləşməsində kalium 2 xrom 2 O7 birləşməsində xrom oksidaşma dərəcəsini müəyyən. Buraya bir X yazıq. Bura -2 yazıq. Burada müsbət 1 yazıq. Onda 2 vuraq müsbət 1. Üstə gələnsin 2 vuraq X. Üstə gələ 7 vuraq -2 bərabərdir 0-a. 2 üstə gələnsin 2X çıxaq 14 bərabərdir 0-a. 2X bərabərdir 12. X-ə nəyə bərabərdir? Müsbət 6-nı eləyəcək. Alınacaq. Olacaq burada nə? Onda olacaq C variantı ödəyəcək. 11-ci sualda X 2 elektron verib, sonra 3 elektron alıb nəyə bərabər olur? 0-a. Deməli, X-in üstündə N var. 2 elektron verib bu. 2 elektron veribsə, bu deməli N-dən çıxacaq -2-ni. Nə verəcək bizə? N+2. Deməli, burada olmalıdır N+2 A-nın yerinə.
Sonra ise 3 elektron alıb bu. Olub nə? X mənfi 3. N plus 2'den deməli nə çıxıram? Müsbət 3'ü çıxıram, bərabərləşdirim mənfi 3'ə. Buradan n çıx 1 bərabərdir mənfi 3'ə, n də nəyə bərabərdir? Mənfi 2 deyəcək, alınacaq. 11 nə verəcək bizə? D variantı alınacaq. Sonra 12-ci sualda O fluor 2 və H2O birləşməsində deməli X-in oksidaşma dərəcəsini müəyyənləşdirin. O fluor 2 birləşməsində fluor ən yüksək elektron-mənfi element olduğu üçün istərsiniz oksigen oksidaşma dərəcəsini verəcək, müsbət 2 verəcək. H2O da oksidlər sinfinə aid olduğu üçün oksigen də mənfi 2 verəcək. Oksigen müsbət 2 və mənfi 2 olacaq variantı C variantı ödəyəcək. 2-ci sualda. Sonra 13-cü sual. Natrium 2O oksidlər sinfinə aiddir. Oksigen mənfi 2-dir, müsbət 1. H2O2 isə peroksidlər sinfinə aiddir. Buradan istərsiniz oksigen nə verəcək? Mənfi 1 verəcək. Mənfi 2 və müsbət mənfi 1 olacaq variantı. E variantı ödəyəcək burada. Dəm qazı CO-dur. Oksigen oksidlərə aid olduğu üçün oksigen mənfi 2-dir. Valentliyi isə nəyə bərabər? 1, 2, 3-ə nədir? Bərabər. Mənfi 2, 3 olacağına C variantı 14-də ödəyəcək. 15-ci sual. Hansı birləşmədə karbon oksidaşma dərəcəsi valentliyinə mütləq qiymətcə bərabərdir? Oksidaşma dərəcəsi valentliyinə bərabərdir. C6H12O6-da baxaq görək. Karbon oksidaşma dərəcəsi neçədir? Hidrogen burada müsbət 1-dir. Oksigen isə mənfi 2-dir. 2x 6x daha doğrusu plus 12 vuraq müsbət 1. Üstə yeri 6 vuraq mənfi 2 bərabər 0. Buradan x bərabər olur 0-a. Deməli burada ola bilməz. C2H4-də hidrogen müsbət 1-dir. Karbon mənfi 2 edir. B-də də ödəmir. C fluor 4-də mənfi 1-dir. Müsbət 4'dür və valentlikdə fluor 1 valentlidir. Karbonda neçə valentlidir? 4 valentlidir. Deməli buradan C variantı ödəyər. C6H6-da karbon oksidaşma dərəcəsi mənfi 1'dir. C2 xlor 6-da isə müsbət 3'dür. Bütün o göstərilən birləşmələrdə, yəni A, B, C, D, E variantların hər birində karbon 4 valentlidir. Ona görə variant olacaq C variantı ödəyəcək. 16-cı sualda hidroksiyon iyonunda oksigen oksidaşma dərəcəsi valentliyi müəyyən. Hidroksiyon iyonu H3O müsbətdir. Hidroksiyon iyonunda oksigenin valentliyi 3'ə bərabərdir. 3'dən hidrogen əhatə olunub. Oksidaşma dərəcəsi isə mənfi 2'yə bərabərdir. Yəni bura deməli X yazsıq. Hidrogenlər də müsbət 1 olsa, deməli 3 vuraq müsbət 1, üstə yerə x bərabərdir müsbət 1'ə. Çöldə yəni kənardakı müsbət 1'ə. X isə buradan bərabər olur mənfi 2. Hidroksiyon iyonu deməli müsbət 3'dür. Deməli mənfi 2'dir, daha doğrusu 3 valentlidir. Olacaq neçə var? D variantı ödəyəcək. 17-ci sualda fluorun ən kiçik və ən böyük oksidaşma dərəcəsini müəyyən. Fluorun ən kiçik oksidaşma dərəcəsi mənfi 1'dir. Ən yüksək isə 0'dır. Fluor ən elektron mənfi elementdir. Ən aşağı mənfi 1 göstərir. Ən çox isə 0 göstərir. Yəni kənara çıxır. 7-ci qrup elementi olsa kənara çıxma olur. Xlor 18-ci sualda ən kiçik və ən böyük. Xlor 7-ci qrupdur. Maksimal oksidaşma dərəcəsi müsbət 7'dir. Minimal oksidaşma dərəcəsini tapmaq üçün 7'dən 8 çıxmaq lazımdır. Neçə verəcək? Mənfi 1 verəcək. Deməli olacaq 18-ci sualda mənfi 1 müsbət 7. 18 olacaq A variantı. 19-cu sualda hansı maddələrdə oksigenin mənfi 2 oksidaşma dərəcəsi göstərir? Oksigen oksidlərdə, əsaslarda, duzlarda mənfi 2 oksidaşma dərəcəsi göstərir. Peroksidlərdə mənfi 1, superoksidlərdə mənfi 2'də 1, O fluor 2'də müsbət 2, O2 fluor 2'də isə müsbət 1 oksidaşma dərəcəsi göstərir.
A variantında H2O2 olduğu için hidrogen peroksit olduğu için çıxırıq bunu. B'de de H2O2 O fluorokit. B variantında her biri ödeyir. Daha doğrusu biz göstermiri soruşur bizden. B variantı. A variantının H2O'nun magnezyum deməli oksiddə hər birində mənfi 2-dir. C'də SO3 və feryum 2O3-də mənfi 2-dir. D'də NO2 və P2O5-də mənfi 2-dir. Y'də kalsium oksid və silisium O2-də mənfi 2-dir. Deməli qaldı B variantı. Hidrogen peroksiddə mənfi 1, H2O2-də mənfi 1 göstərir. O fluor 2-də müsbət 2 göstərir. Kalium 2O2-də isə nə göstərir? Mənfi 1 oksidaşma dərəcəsi göstərir. 19 olur nə variantı? B variantı. 20-ci sualda hansı birləşmə maddələrdə oksigen mənfi oksidaşma dərəcəsi göstərmir? Yəni 19-cu sualın oxşarı. O fluor 2-də deməli oksigen göstərir. O fluor 2 birləşməsində oksigen göstərir. Yəni müsbət 2. Müsbət 2 göstərir. Deməli, natrium 2O2 peroksidlərə aid olduğu üçün deməli burada mənfi 1 göstərir. Barium O2-də də deməli peroksidlərə aid olduğu üçün yenə mənfi 1 oksidaşma dərəcəsi göstərir. Deməli bizə A variantı ödəyir. B variantında H2O var, oksid və magnezyum oksid, hidrik oksid olduğu üçün ödəmir. C'də SO3 və feryum 2O3 var, bunu çıxırıq. D'də NO2 və P2O5 var, bunu çıxırıq. Y'də isə kalsium oksid və silisium O2 var. Deməli göstərmir bizdə nədir? A variantı O fluor 2, natrium 2, O2, barium O2. Olur 20-də A. 21-ci sual. Metallara aid olan X elementinin atomun ən böyük oksidaşma dərəcəsi müsbət 7-dir. Bu elementin atomun ən kiçik və ən böyük oksidaşma dərəcəsi cəmini müəyyən. Metaldırsa ən böyük oksidaşma dərəcəsi müsbət 7-dirsə, metallar mənfi oksidaşma dərəcəsi göstərir. Ən aşağıda 0 göstərir. Onda 0 ilə 7-nin cəminə verəcək bizə müsbət 7 ödəyəcək. Sonra 22-ci sual. Qeyri-metallara aid olan X elementinin ən böyük oksidaşma dərəcəsi müsbət 6. Qeyri-metaldırsa deməli bunun tapmaq üçün maksimal oksidaşma dərəcəsindən 8-i çıxacaq minimal oksidaşma dərəcəsini tapmaq üçün. Müsbət 6-dırsa mən kükürd yazım bura. Hər hansı X elementi müsbət 6 göstərir. Minimum oksidaşma dərəcəsini tapmaq üçün 6-dan 8-i çıxmaq lazımdır, mənfi 2 verəcək. Deməli, ən az mənfi 2-dir, ən çox isə müsbət 6. Toplayanda bizə nə verəcək? Müsbət 4 verəcək. Olacaqına 22-də B variantı ödəyəcək. 23-cü sualda qeyri-metallara aid X elementinin deməli, ən böyük oksidaşma dərəcəsi müsbət 5-dir. Ən azı tapmaq üçün isə 5-dən nəyin çıxacam? 8-in çıxacam. Verəcək mənfi 3. Deməli, müsbət 3-ün üstünə müsbət 5, mənfi 3-ün üstünə müsbət 5 gələndə 2 edir. 5-dən 3-ü çıxırıq, 2 verir. Deməli, olacaq nə variantı? 23-də A variantı ödəyəcək. 24-cü, hansı hər iki birləşmə azotun atom oksidaşma dərəcəsi eynidir? A variantını ağda deməyəcək. NO2-də mənfi 2-dir, burada müsbət 4-dir. N2-də isə nədir? 0-dır. A variantını çıxdıq. B-də N2O-da deməli müsbət 1-dir. Kalium NO3-də isə azotlu nitratlarda müsbət 5-dir. Yəni azot mənfi 2, kalium müsbət 1, deməli B ödəməyəcək. C-də NO-da azotun oksidaşma dərəcəsi müsbət 2-dir. Kalium NO2-nin oksidaşma dərəcəsi isə müsbət 3-dür. Yəni mənfi 2, müsbət 1 bura qoysa çıxacaq. D-də N2O3-də mənfi 2, müsbət 3-dür. Azotun oksidaşma dərəcəsi müsbət 3-dür. NH3-də isə mənfi 1, deməli mənfi 3-dür. Hidrogen müsbət 1-dir, bu da mənfi 3-dür. N2O5-də azotun oksidaşma dərəcəsi müsbət 5. HNO3 birləşməsində də hidrogen müsbət 1, oksigen mənfi 2, azot X. Burada hesablasaq X müsbət 5 verir. Deməli, E variantı ödəyəcək. Olacaq 24 dənə variantı. E variantı ödəyir bizə. Sonra 25 hansı birləşmədə karbonun
Oksidaşma dərəcəsi ən böyükdür. Karbonun maksimum oksidaşma dərəcəsi müsbət 4-dür. C xlor 4 götürsək biz. Deməli, A variant düz ödəyəcək. C xlor 4 götürək. Xlor mənfi 1-dir. Burada karbona da müsbət 4 gəlir. CH4-də hidrogen 1-dir. Burada mənfi 4 verəcək. C2H6-da hidrogen müsbət 1-dir. Karbon mənfi 3 eləyəcək. CH3 xlorda hidrogen müsbət 1, xlor mənfi 1. Deməli, burada karbon da mənfi 2 olmalı ki, ümumi 0 versin. H2CO-da da oksigen mənfi 2, hidrogen də müsbət 2, karbon 0-a bərabər. Burada ən böyük olan C xlor 4-dədir. Karbonu, xlorun oksidaşma dərəcəsi mənfi 1-dir. Karbona nə qalacaq? Müsbət 4 qalacaq. Ona görə də olacaq nə variantı? Deməli, A variantı ödəyəcək şərti. Ən kiçikdir bizdən. 26-da ən kiçikdir. C xlor 4-də deməli, yenə mənfi 1, müsbət 4-dür. A-nı çıxdıq. B-də hidrogen mənfi 1-dir. Karbon da müsbət 1-dir. Karbon da mənfi 4 verəcək. Ona görə də B variantı istər-istəməz ödəyəcək. C-də B tapdıq 0-dır. D-də C2H4-də istər hidrogen müsbət 1-dir. Karbon da nə verir? Mənfi 2-dir. CH3 xlor 3-də də mənfi, deməli, xlor mənfi 1-dir. Karbona da müsbət 2 qalır. Burada isə HCO-da C-də də 0 verir. Deməli, olacaq nə variantı? 26-da B variantı ödəyəcək. 27-də A və B-ni bizdən tapmağı soruşur. Burada mangan O4 verilib və A-nı soruşur bizdən ki, yəni mangan O4 mənfi verilib bizdən. Və A-nı soruşur. Oksigenin oksidaşma dərəcəsi mənfi 2. Bir dənə mangan olduğu üçün A üstə gələk 4 vuraq mənfi 2 bərabər olacaq mənfi 1-ə. A da burada verəcək bizə müsbət 7. Deməli, sonra burada yükü soruşur. Mangan O4. Onda burada belədir. Mangan O4. Deməli, müsbət 6. Oksigende 4 yazıb. Deməli, B-ni soruşur. Biri vururuq müsbət 6. Üstə gələk 4 vurulsun. Mənfi 2. Bərabər nəyə? B-yə. B də nəyə bərabərdir? Mənfi 2 alınacaq. B alınacaq mənfi 2. A müsbət 7-dir. B də nədir? Mənfi 2. Olacaq 27. C variantı ödəyəcək. 28-ci sualda 28-ci sualda yenə mangan O4 2 mənfi. Nədir? Buradadır. Biri A-ya vursuq, A üstə 4 vurulsun mənfi 2 bərabərdir mənfi 2. A da bərabər nəyə? Müsbət 6 verəcək. A verəcək müsbət 6. B-yə baxaq. Yəni mangan. B-nin qiyməti isə deyəqin ki, mənfi 1-dir. Deməli, müsbət 7 üstə gələk 4 vuraq. Oksigen oksidaşma dərəcəsi mənfi 2-dir. Bərabərdir B-yə. B də bərabərdir 7 çıxılsın 8. O da nəyə bərabərdir? Mənfi 1 şərti ödəyir. Deməli, A müsbət 6-dır. B də mənfi 1. Olacaq nə? A variantı 28-ci sualda ödəyir. 29-cu sual. Ağ fosfor və kristallik kür molekulunda deməli, valentliyi və oksidaşma dərəcəsi müəyyən edir. Burada valentliyi deməli, ağ fosforda 3 olacaq. Quruluşunu çəkdik biz buradan. Fosfor. Hər bir ağ fosfor molekulu, fosfor 3 molekuludur. Və oksidaşma dərəcəsi 0-a bərabər. P4 olduğu üçün adi şərətdə 0 olacaq. S8-də 8 atom əmələ gətirir. Valentliyi 2-yə bərabər olacaq. Valentliyi 2 olacaq. Və oksidaşma dərəcəsi 0-a bərabər. S8-də 0-a 2 və 0. Deməli olacaq 29 dənə E variantı ödəyəcək. Hansı sıradakı 30-cu sual? Hər iki biri karbon oksidaşma dərəcəsi mənfi 1-dir.
CH3 xlor3'ə baxaq buradan. CH3 xlorda deməli xlor -1'dir, hidrogen müsbət 1'dir. Burada karbon -2 eləyəcək. İstərsiniz A-nı çıxacaq burada. B-də C2H2'dir. Hidrogen müsbət 1, karbon -1 edir. CH3O-da, OH-da daha doğrusu. Burada CH4 O edir. Oksigen -2, hidrogen müsbət 1. Buradan istərsiniz karbonda -2 eləyəcək. B-də ödəmir. C-də C6H6'da hidrogen müsbət 1'dir, karbon -1'dir. C2H6O2'də -2, hidrogen müsbət 1. Karbon da yəqin ki buradan -1'dir ki. 2'ni -1'ə vuranda -2. Oksigen ikisindən -2'ə vuran -4. Toplayanda -6 edir. Hidrogende de 6 hidrogen var. Müsbət 1'ə vuran müsbət 6 edir. Toplayanda cəminə verəcək 0 verəcək. 30 olacağına variantı C variantı ödəyəcək. 31'də oksigen kükürlə eyni qrupda yerləşməsinə baxmayaraq nə üçün oksigen 6 valentli birləşmə əmələ gətirmir? Nəyə görə gətirir? Oksigen deməli kükürlə eyni qrupda yerləşdirdə oksigenin boş 2D təbəqəsi yoxdur. Yəni ikinci dövr elementi olduğu üçün 2 6'dır. Yəni bu həyəcanlana bilmir oksigen. Yəni 2S2 2P4. 2D təbəqəsi olmadığı üçün burada həyəcanlanma prosesi baş vermir. Yəni 2D təbəqəsi olmadığı üçün belə istər-istəməz həyəcanlanma baş vermir. Ona görə də istər-istəməz bizdə boş D təbəqəsi, kükürddən fərqli oksigen xarablıqda boş D təbəqəsi C variantı ödəyir bizdə. Variant odur, nə variant? C variantı ödür burada. Ki boş D təbəqəsi yoxdur. D təbəqəsi yoxdur. 32-ci Y-10 elektron formulu arqonun elektron formundan eynidir. Y-də arqonla eynidirsə, deməli Y17'dir ki, bir elektron olanda 18 olur. Y ilə X polyar kovalent XY birləşməsi əmələ gətirir. Deməli 17-ci element xlordur və xlorla nəsə polyar birləşmə əmələ gətirir. Deməli bu qeyri-metal olmalıdır. Xlorla kükürdün birləşməsi S-xlor2 olur və yaxud S2-xlor2 olur. Deməli bu ödəmir. Natriumla xlorun birləşməsi XY versə də iyon rabitəsidir. H-la xlor ödəyir, H-xlor ödəyir. N-la xlorun N-xlor3 olar. Kalium xlorda kalium xlorla birləşməsi. Deməli bu da kalium xlor birləşməsi iyon rabitəlidir. N-xlor3 XY kimi deyil, yəni bizdə olur nə H-xlor olur, nə C variantı ödəyir. 30-cu sual. Elektron formu 3s2 3p5 ilə qurtarır. 3s2 3p5 ilə qurtaran element 17-ci elementdir. 1s2 2s2 2p6 3s2 3p6 toplası 17. Y elementi X-la polyar kovalent rabitəli X2 Y2 uyğun form birləşmə əmələ gətirir. Bu birləşmənin müəyyənidir. Deməli burada xlor var. Xlor varsa deməli A, C və D variantı gedir. Maqnezium xlor2 isə birləşməsi istər-istəməz deməli iyon rabitəli birləşmə qalır birləşmə S2 xlor2. Kükürdüyü də xlorun birbaşa reaksiyasından S2 xlor2 alınır. Yəni bu birləşmə alınır. Ona görə də olur 33 dənə variantı B variantı ödəyir. Sonra 34-cü sualda X2 müsbət iyonunun formulu 3s2 3p6'dır. 3s2 3p6 qurtaran element 18-ci elementdir. X2 müsbət verəndən sonra 18 elektron qalır. Deməli X sözü 20 dənə nəyə varmış? Elektronu varmış. X atomu ilə Y atomu X3 Y2 əmələ gətirir. X2 valent müsbət 2 oksidaşma dərəcəsi göstərir. Y-də məcbur ki, -3 oksidaşma dərəcəsi göstərir ki, 3 cəmləri yəni 0'a bərabər olsun. İndekslərin hasili və cəmi indekslərin hasilini oksidaşma dərəcəsi toplayanda 0'a bərabər olsun. Deməli, X kalsiyumdur. Bununla 2 valentli birləşmə göstərən adətən -3 oksidaşma 5-ci qrup elementləri. Azot və yaxud da fosfor. Ona görə də burada -3 oksidaşma azot olacaq. Yəni B variantı ödəyəcək biz 34'də.
Demək, X atom Y8 atomu ilə. Y8 bizdə deməli nədir? 6-cı qrup elementidir. Və deməli, oksigendir bu. Oksigendir 8-ci element. Deməli, polyar kovalent rabitəli X2, Y3 əmələ gətirir. Oksigen Y2 valentlidir, X isə 3 valentli gəlir, çıxır. 3 valentli olanlar isə deməli nədir? 5-ci qrup elementi olar, deyil mi? Demək, X atomu maqneziumla qarşılıqlı təsirindən hamısı birləşmə əmridir. X deməli X azot ola bilər, deməli N2O3 əmələ gətirə bilər. Deməli, maqnezium özü 2 valentlidir. X isə 3 valentlidir birləşmədə. Orta məxrəc 6, 2-yə bölsəm 3, 2, maqnezium 3, X2 neyinəyər? Ödər. Onlar nə variantı? Y variantı. Sonra hansı halda azotun valentliyi dəyişir? Burada birləşmələr ammoniakla azota və yaxud da nitratlardan deməli nitratlar arasında gedən reaksiyalar var, istifadə olunan reaksiyalar var. Azotun deməli valentliyi, yəni ammoniakdan deməli ammonium ionuna keçəndə 1 vahid artır. Yəni ammoniakda 3 valentlidir, ammonium ionunda 4 valent. Amma oksidaşma dərəcəsi isə dəyişmir. A variantında biz baxsaq, NH3-də deməli azot 3 valentlidir, ammonium sulfatda isə 4 valentlidir. Deməli 1 vahid artır. B-də ammonium var, ammonium nitratlarda da 5 valentlidir. C-də də deməli azot 3 valentlidir, NH3-də, N2-də də 3 valentlidir. D-də azot 4 valentlidir, ammonium nitratda 4 və 5 valentli, yəni ödəyir. Burada yəni dəyişilən bir dənə B, A variantıdır. Deməli, ammoniakdan ammonium ionuna keçəndə valentli 1 vahid artır, ancaq oksidaşma dərəcəsi dəyişmir. Məsələn, 37-də A variantıdır. Azot A-da 4-dür, ammoniakda 3-dür. B-də azotda ammoniakda 3-dür, ammonium ionunda 4-dür. C-də 3, 4-ə keçib. D-də də həmçinin 3, 4-dür. Y variantında azot 3 valentlidir, yəni NH3-də. N2-də 3 valentlidir. Ona görə də 37 Y variantında neynəmir? Dəyişilmir. 38-ci sualda kalsium manqanodur verilib. Alüminium yodat verilib. Maqnezium xromit verilib. Burada oksidaşma dərəcəsində kalsium manqano4-də. Deməli, manqan burada oksidaşma dərəcəsi müsbət 6 verəcək. Deməli, 2 üstə gələk X, üstə gələk 4 vurulsun mənfi 2 bərabər 0-a, X isə bərabərdir müsbət 6-ya. Belədir, X müsbət 6. Alüminium jod O4 3 dəfə verir. Deməli, alüminium yod 3 O12 edir buradan. Oksigen mənfi 2, 3. Buradan da yoda hissərisimiz müsbət 7 neynəcək? Oksidaşma dərəcəsi alınacaq buradan. Yəni, deməli, burada müsbət 3 alüminiumdadır. 3 dənə yod var. 3 sənəsin 3x plus 12 vuraq mənfi 2 bərabərdir 0-a. Buradan x verəcək bizə müsbət 7 alınacaq. Sonra maqnezium xrom O2 2 dənədə də. Belə baxaq da, maqnezium müsbət 2-dir, onda xrom O2 dənədir, mənfi 1-dir. Xrom X verək, X üstə yenəsin, oksigəndə mənfi 2 verək. 2 vuraq mənfi 2 bərabərdir mənfi 1-ə. X isə burada bizə neçə verəcək? Müsbət 3 verəcək. Deməli, bu müsbət 6, müsbət 7 və müsbət 3. Müsbət 6, müsbət 7 və müsbət 3. Deməli, nə verəcək bizə? E variantı ödəyəcək biz 38. 39-da hansı sırada azot atomunun oksidaşma dərəcəsi doğrudur? Ammonium sulfat, hidrosulfat verilib bizə. Ammonium hidrosulfatda biz deməli ammoniakdakı oksidaşma dərəcəsinə baxacağıq biz. Deməli, ammonium ionunda burada. Ammonium ionunda azotun oksidaşma dərəcəsi neçə idi? Mənfi 3. Deməli, burada da mənfi 3-dür. Barium NO2-ə 2 dəfə baxacaq. Deməli, barium müsbət 2-dir. Onda NO2 nədir? Mənfi 1-dir. Onda azot X-ı üstə yenəsin 2 vuraq
mənfi 2 bərabərdir mənfi 1-dən. X-i tapaq buradan. X isə bizə verəcək müsbət 3. Deməli, barium nitritdə müsbət 3-dür. Alüminium nitritdə isə deməli nədir? Alüminium müsbət 3-dür. Burada isə nədir? Mənfi 3-dür. Deməli, valentli, deməli, ammonium hidrosulfatda mənfi 3-dür. Barium nitritdə müsbət 3, burada da mənfi 3. Olacaq nə? D variantı ödəyir 39-cu sualda. 40-cı sualda azot 3 valentlidir. Ammonium duzlarının 4 valentlidir. Deməli, ona görə də A-nı çıxaq. Nitratlar da, yəni kupromenium 3-də 5 valentlidir, 4 valentlidir. Bunu da çıxaq. Deməli, Y-ni də çıxaq. D-ni də çıxaq. Nitrat var, NO3 var. Burada qalır nə? B variantı. N2-də 2 dənə azot var. CH3 NH3-dədir. 3 dənə CH3 qrupu birləşib buna. Ona görə də olacaq burada nə? C variantı ödəyəcək burada variant olacaq. B variantı daha doğrusu. B variantı ödəyir. Sonra o 41 hansı maddələrdə atomlar arasında 3 qat rabitə var? 3 qat rabitə asetilində, azotda, CO-da əsasən 3 qat rabitə var. C2H2-də məsələn 3 qat rabitə var. Asetilin N2-də də nə var? 3 qat rabitə var. C2H4-də deməli 2 dənə hidrogen var burada. Deməli 2 qat rabitədir. pH3-də 3 qat rabitə yoxdur. 3 dənə rabitə var. O3-də də yoxdur. Deməli burada olacaq nə variantı? A variantı ödəyəcək. Sonra 42-ci sualda hansı birləşmədə qeyri-metal atomların oksijen üçün mənfi 1-dir? Qeyri-metal atomları. Burada deməli A variantı ödəyə bilər bizə şərti. Natrium 2O2-də natrium 2O2-də natrium müsbət 1-dir, oksigen mənfi 1-dir. Natrium 2S2-də natrium müsbət 1-dir, kükürt də mənfi 1 verəcək. Kalsium O2-də bu müsbət 2-dir, bu da nə verəcək? Mənfi 1 verəcək. 42-də nə olacaq? A variantı ödəyəcək. B-də mənfi 2-dir. C-də mənfi 1-dir. Və yaxud da kalium 2S mənfi 2 verir, ona görə C ödəmir. D-dən azotun mənfi 3 verir. Y-də də brom mənfi 1 verir. Bizdə və yaxud da zink isə mənfi 2 verir. Burada qalır nə? A variantı ödəyir biz. Sonra 43-də hansı birləşmədə kükür 2 valentlidir? SO3-də 6 valentli, SO2-də 4 valentlidir. Alüminium 2 deməli üstü 3 valentlidir. Baxaq görə biz bilmirik. Məsələn, sulfatlarda 6 valentlidir. Sulfitlərdə də 4 valentlidir. Deməli bizdə qalır burada nə variantı? D variantı ödəyir. Ferri S2 kükür ferri S və karbon disulfit. Deməli olacaq bizdə nə variantı? D variantı ödəyəcək. 44-də hansı ifadə doğru deyil? Birləşmələrdə atomların oksijen dərəcəsi cəbri 0-a bərabərdir. Birləşmələrdə metallar həmişə yüksək oksijen dərəcəsi malik olurlar. Oksigen oksijen dərəcəsi həmişə mənfi 2-yə verir. Burada C variantı səhvdir. Oksigen oksijen dərəcəsi mənfi 2-də ola bilər, mənfi 1-də ola bilər, mənfi 2-də ola bilər. Müsbət 1 və müsbət 2 ola bilər. Ona görə də C variantı bizə səhvdir. Bəsit maddələrin oksijen dərəcəsi 0-a bərabərdir. Oksijen ədədi qiyməti valentlikdə üst-üstə düşə bilər. Deməli burada C variantı ödəmir. Yəni səhv variant C-dir. 45-də hansı ifadə doğrudur? Oksijen dərəcəsi ədədi qiyməti valentlikdə üst-üstə düşə bilər. Doğrudur. Birləşmələrdə metallar həmişə müsbət oksijen dərəcəsinə malikdir. Doğrudur. Bir atomlu ionda elementin oksijen ionun yükünə bərabərdir. Bir atom ionda elementin ionun yükünə bərabər. Birləşmələrdə atomların oksijen dərəcəsi cəbri 0-a bərabər. Hidrogen oksijen dərəcəsi həmişə müsbət 1-ə bərabər. Burada Y variantı ödəmir. Hidrogen oksijen dərəcəsi həmişə müsbət 1-ə bərabərdir. Yox, hidrogen deməli metallarla mənfi 1 göstərir. Qeyri-metalların əksəriyyəti ilə, yəni silisium boru çıxmaqla mənfi 1, müsbət 1 oksijen dərəcəsi göstərir. Ona görə 45-də olur nə? E variantı. 46-da azot fosforla eyni dövr qrupda yerləşdirir. Nə üçün azot 5 valentli birləşmə əmələ gətirmir? Çünki azotun xarici boş D təbəqəsi yoxdur.
Yəni azot 7-dir sıra nömrəsi. 2, 5. 2S2, 2P5'dir. 2D təbəqəsi olmadığı üçün istər-üçün həyəcanlanma baş vermir. Həyəcanlana bilmədiyi üçün valentliyi nə edə bilir? Daha çox göstərə bilmir. Ona görə də fosfor atomdan fərqli olaraq azotun xarici boş D təbəqəsinin olmaması göstərmək olar ki, 46C variantı ödəyir. 47-ci sualda hansı hal soldan sağa turş əməliyyatının elementin oksidaşın dərəcəsi artır? Burada H-kloro-3-də müsbət 5'dir, H2-də mənfi 2'dir. Deməli, burada H-bromo-3-də müsbət 5, HNO2-də müsbət 3, B-ni də çıxaq. Deməli, C-yə baxaq, HPO3-də istər üçün mənfi 2, müsbət 1 və müsbət 5 göstərir fosfor. H2SO4-də mənfi 2, müsbət 1 və müsbət 6 göstərir. H-kloro-4-də mənfi 2, müsbət 1, bir dənə müsbət 7 göstərir. Deməli, müsbət 5, müsbət 6 və müsbət 7-ni indir, oksidaşın dərəcəsi göstərir. Olur nə variantı? 47C variantı ödəyir. 48-də isə azalır. Deməli, çoxdan aza gəlmək lazımdır. Çoxdan aza gəlmək üçün deməli, biz məsələn C variantına baxsaq ödəyir. H-kloro-3-də müsbət 5'dir. H2SO3-də müsbət 4'dür. HNO2-də isə müsbət 3'dür. A-da məsələn müsbət 4-dən mənfi 2-yə, müsbət 7-yə çıxıb. A-nı çıxaq. B-də müsbət 4, müsbət 3, müsbət 7. B-ni də çıxaq. C-də müsbət 3, 1, 6, 4. E-də də 3, 4, 5. Burada dedim, biz də azalmanı soruşuruq. Ona görə 48-də nə? C variantı. 49-cu suala baxaq. X və Y elementinin əməliyyat birləşmədə əsasən formunu müəyyən et. X 16-dan 18-ə keçib. 2 elektron eləyib alıb. Y isə 13-dən 3-ə keçib. 10-a keçib 3 elektron verib bu. Deməli, 2 ilə 3-ə ortaq məxrəc 6. 6-nı 2-yə böləndə 3, 2. Yəni, bunların mütləq qiymətlərini götürürük. X-in üstünə 2 yazırıq. Y-in üstünə 3. Deməli, 6-nı götürürəm. 6-nı 2-yə bölündə 3, 2. Olacaq x3 ilə y2 şərtini necək ödəyəcək. Olacaq x3, y2, B variantı 49 ödəyəcək. Sonra 50-ci suala baxaq. Deməli, 50-ci sualda da deyir ki, hansı birləşir? X deməli 12-dən nəyə keçib? 10-a keçib. X 12-dən 10-a keçibsə, deməli 2 elektron verib bu. Y isə 7-dən 3 elektron alıb. Ortaq məxrəc burada neçədir? 6. 6-nı 2-yə böləndə 3, 2-yə böləndə 2. X3 nə verir bizə? Y2 verir. X3, Y2 olacağına 50-ci sualda B variantı ödəyir. 51-ci sualda X 17-dən 18-ə keçib. Deməli, X 17-dən 18-ə keçibsə, bir elektron deməli verib, alıb daha doğrusu bir elektron. Y isə 13-dən 12, 3 elektron verib. 1 ilə 3-ə, yəni bunlar mütləq qiymət götürürük. 3, 3-ü 1-ə böləndə 3, 1. Olacaq x3 ilə y. Y, x3 olacaq nə variantı 51-də D. Sonra 52-də x 3-dür. Elədir. Yəni 3 elektron verib, y isə 4 elektron alıb. X 3-dür, y 4. Deməli 12, 12-ni 3-ə bölündə 4, 3. X4, Y3. X4, Y3 52 də olacaq nə variantı? D variantı ödəyir bizə. 53-cü sualda istiqamət üzrə birinci karbon atomunun oksidaşın dərəcəsi necə dəyişir? Baxaq, burada CH3, COH-dir burada. Burada COOH birinci karbon budur. Oksigen mənfi 2-dir, OH-da müsbət 1-dir. Burada karbon oksidaşın dərəcəsi müsbət 1-dir. CH3, COH-da mənfi 2, müsbət 1. Deməli, burada nə verəcək bizə?
menfi, müsbet 1 verəcək. Daha doğrusu birincisinde bu OH menfi 1'dir. Karbon müsbet 3 verir burada. CH3 CH2 OH'da. Deməli C OH 2 tane de hidrogen birleşip buna. Hidrogenler müsbet 1'dir. OH'da menfi 1'dir. De karbon menfi 1'dir. Deməli onda belə çıxır ki, birinci karbonda müsbet 3 idi. Yani CH3 COH qrupunun müsbet 3, ikincisində müsbet 1, sonuncusunda isə menfi 1. Burada nə baş verir? Azalma baş verir. Deməli azalır. Olacaq neçə hansı variant? 53-də A variantı ödəyir. 54-də 1 mol metal 48 qram kükür birləşdirir. Sulfitlə metalın oksijen mərkəzi müəyyən edin. Deməli 1 mol metala metal 1 moldur. 48 qram birləşib kükürt. Hər bir kükürdün yəni 1 molu 32 qramdır. 48 32-yə böləndə 1,5-dir. Onda 1,5 dənə də kükürt var. Kimya formullar kəsr ədədlərlə verilə bilmir. Ona görə bunun hər tərəfini 2-yə vurur. Olur metal 2 S3. Sulfidlərdə kükürdün oksijen mərkəzi menfi 2 olur. Və metalın biz burada oksijen mərkəzini tapırıq. 2-ni vuraq x-a, üstə yerə 3-ü vuraq menfi 2, bərabər olacaq 0-a. X-a verəcək bizə nə? Müsbət 3 verəcək. Deməli olacaq 54 dənə variantı, C variantı ödəyəcək. 55-də 1 mol metal 16 qram kükür birləşir. 16-nı bölürəm 32-yə, A yerinə verir 0,5. Kükür olur 0,5. Sonra hər tərəfini 2-yə vururam, tam ədəd. Metal 2 ədəd olur, kükür 1 ədəd olur. Kükürdün oksijen mərkəzi menfi 2, x-i tapaq. 2 vuraq x, üstə yerək 1 vuraq menfi 2, bərabərdir 0-a. X-i verəcək bizə nə? Müsbət 1 verəcək. 55 dənə verəcək bizə A variantı alacaq. 56-cı sualda hansı ozotun valentliyi və oksijen mərkəzi dəyişmir? A-da ammoniakdan ammonium iyonuna keçdiyi üçün valentliyi dəyişir. 3-dən 4-ə keçir. C-də məsələn azot 0-dan menfi 3-ə keçir. C-ni də çıxaq. D-də deməli azot menfi 3-dən 0-a keçir. D-ni də çıxaq. B-də də azot 0-dan nəyə keçir? Menfi 3-dən 0-a keçir. B-ni də çıxaq. Qalır E variantı. Magnezium 3N2-də valentliyi 3-ə bərabərdir. Oksijen mərkəzi menfi 3 verir. Valentliyi də 3-dür. NH3 birləşməsindədir. Azot 3 valentlidir. Deməli, oksijen mərkəzi menfi 3. Olur nə variantı? E variantı ödəyir 56-cı sualda. 57-ci sualda azotun valentliyi və oksijen mərkəzi dəyişir. Deməli, A-da oksijen mərkəzi dəyişmir. Valentliyi 1 vahid azalır. B-də azot burada menfi 3 oksijen mərkəzi göstərir. NO-da da müsbət 2 B-də dəyişir. C-də deməli, B bizdə hər ikisinin dəyişməsini soruşur. B variantına baxsaq biz burada. Azotun oksijen mərkəzi menfi 3-dür. Və valentliyi 3-dür. NO-da oksijen mərkəzi müsbət 2-dir. Valentliyi isə 2-dir. İstər üçün bizə axtardığımız variant B variantıdır. Deməli, azotun valentliyi və oksijen mərkəzi dəyişir. A-da o valentliyi dəyişir, oksijen mərkəzi dəyişmir. C-də nə valentliyi dəyişir, nə də oksijen mərkəzi. D-də valentliyi dəyişmir, oksijen mərkəzi dəyişir. Y-də də valentliyi 1 vahid artır. Deməli, bizdə qalır nə variantı? B variantı ödəyəcək 57-ci sualda. 58-ci sualda 1 mol metal 24 qram oksigen birləşir. 24-ü 16-ya bölürəm. Tapıram ki 1,5 edir. Deməli 1-in 1,5 olan nisbəti. Sonra bunu tamdan azad etmək üçün hər tərəfini 2-yə bölürəm. Metal 2, O 3 olur. Oksigen menfi 2 edir. Metalda nə verəcək? Müsbət 3 verəcək. Olacaq nə variantı? 58 isə E variantı ödəyəcək. 59-da 1 mol metal
40 qram oksigeni 40'ı bölürəm nəyə? 30, 18, 16'ya. Verir 2,5 mol. Yəni oksigen 2,5'dir. Bunu da 2'ye vururam, edir metal 2, O5. Oksigen mənfi 2 ise metalda nədir? Müsbət 5 verəcək. 59 dənə verəcək. A variantı alınacaq. 60-cı suala baxalım. X, Y birləşib karbona və karbon oksidaşma dərəcəsinə verib burada 0 verib bizə. Bir dənə də hidrogen birləşib deməli. C, H, Y, bir dənə X verib bizə. Daha da X verib bizə. X deməli X. Bunu açıq şəkildə CH, X2Y. Biri birləşmədir. Burada karbon vaxtı 0 olar ki, deməli, hidrogen müsbət 1'dir. 2x deməli üstə yenəsin Y, üstə 1 bərabər olsun 0 olsun. Yəni 1'e 1 hal olunacaq. Deməli, yəni x'in oksidaşını üstə yenəsin Y üstə 1 bərabər. Məsələn, A variantında hidrogen götürsək biz olacaq CH3 xlor. Hidrogen müsbət 1'dir. Burada xlor mənfi 1'dir. Burada karbon müsbət 2 verəcək. A variantı ödəməyəcək. B variantında məsələn CH xlor 2H. Elə deyib. B ödəyər. Xlorlar mənfi 1'dir. Hidrogenlər də müsbət 1'dir. B'də istər istəməz karbon 0'a gəlib çıxacaq. C'də deməli CH deməli CH X2 deməli X'in yerinə yenə H2 yazıram. OH. OH mənfi 1'dir. Hidrogenlər də müsbət 1 olanda burada karbon mənfi 2 verəcək istər istəməz. D'də deməli hidrogen CH hidrogen H2 CH3. CH sözü 0 verir bizə. Hidrogenləri isə özünə verir, müsbət 1 verir. Burada karbon mənfi 3 gətirib çıxacaq. Bizim hesabımıza görə, yəni 0 verən deməli C yalnız 2 variantı bizdən verəcək 60'da. D variantında yalnız 2 verəcək biz. Sonra 61-ci sualda hansı birləşmədə deməli karbonun valentliyi və oksidaşma mütləq qiymətcə bir-birinə nə deyib bərabərdir. Düzdür, bunu daha rahat şəkildə C-xlor 4'də görünür. Yəni CH4'də daha doğrusu. CH4'də hidrogen həm müsbət 4 valentli oksidaşma dərəcəsi 4'də nə idi? Valentli idi. Yəni bu rahat şəkildə görünür. Digər variantlarda məsələn HCOOH-dır. Oksigenlər mənfi 2'dir. Hidrogenlər də müsbət 1'dir. Onu A variantında karbon müsbət 2 göstərir. C'də məsələn HCHO'dur. Mənfi 2 hidrogenlər müsbət 1, karbona 0 qalır. D'də CO da mənfi 2 müsbət 2 edir. C2H2'də də müsbət 1, mənfi 1. Deməli burada CH4'də həm 4 valentlidir, həm də müsbət 4 oksidaşma dərəcəsi göstərir. Sonra 62-ci sualda 3s3p5. 3s3p5 qutaran xlordur bunu. Yəni 3s3 xlor deməli elektron formuna görə budur. Ən böyük müsbət 7'dir. Ən kiçiyi də 7'dən də 8'i çıxırıq. Bu neçə verir? Mənfi 1. Yəni yerləşdiyi qrupun nömrəsi maksimal valentliyini göstərir. Oksidaşma dərəcəsini. Oksidaşma 8 çıxanda mənfi 7. Deməli mənfi 1-lə müsbət 7. Olacaq 62 dənə E variantı ödəyəcək. 63'də deməli hansı deməli 63'də hansı metalda oksidaşma dərəcəsi müsbət 2'dir? Metalın müsbət 2'dir. Deməli burada biz fosforlu duzları, turşaları bilməliyik.
ve buna uygun olarak deməli birləşmələri deməli yazmam. Metal deməli H2PO4 yazıb. Deməli burada 3'dür oksidaşmələri. Çünki H3PO4'dür. Ondan birdən hidrogen çıxmışamsa H2PO4 mənfi göstərəcək. Mənfi 1 göstərəcək istəriz. Bu mənfi isə deməli burada 3 yazanda istəri burada metal 3 valentdir. 3 müsbət 3 oksidaşmə dərəcəsi. Metal PO4 ise PO4 özü mənfi 3 oksidaşmə dərəcəsi göstərir. Metaline gəlir müsbət 3. Metal H2PO4 ise burada müsbət 1'dir bu. Mənfi 1 verəcək. Elədir. Metal HPO4 ise burada mənfi 2 verəcək. Da müsbət 2 verəcək. Gətirib çıxaracaq. Metal PO3'də də deməli metal 3PO4'də də müsbət 1 mənfi 3 oksidaşmə dərəcəsini göstərəcək. Olacaq 63'də D variantı ödəyəcək. 64'də oksidaşmə dərəcəsi müsbət 1'dir. Deməli bu yenə də biz orta fosfat türüsünün duzlarına müraciət edəcək burada. Yəni metal H2PO4 yəni variantında D variantında ödəyir. Çünki H3PO4'dən birdən hidrogen çıxır. H2PO4 qalır. Bu da mənfi 1 oksidaşmə dərəcəsi göstərir. Mənfi 1 oksidaşmə dərəcəsi budur. Metala da nə qalacaq? Müsbət 1 qalacaq. Məsələn, A-da məsələn metal deməli müsbət 2 oksidaşmə dərəcəsi göstərir. Çünki HPO4 özü mənfi 2 göstərir. B-də müsbət 3 göstərir. C-də müsbət 2. D-də müsbət 1, Y-də müsbət 3. Olacaq 64 dənə variantı. Deməli D variantı ödəyəcək. Sonra 65'də müsbət 3'dür. Deməli, yine orta fosfat türüsünün duzlarına müraciət ediblər. Biz burada məsələn A variantında metal H2PO4'də istər-istəməz deməli müsbət 2 oksidaşmə dərəcəsi göstərir. Burada metal 2H2PO4 2 daha. Burada mənfi 1'dir. Burada müsbət 2'dir. Sonra metal 3PO4'də İstər-istəməz burada müsbət 1 verəcək. Metal 3 PO4 2 dəfədir. Mənfi 3 burada müsbət 2 göstərəcək. Metal H2 PO4'də istər-istəməz mənfi 1 isə müsbət 1'dir. Metal 2 HPO4 3 yazıb. Mənfi 2 isə bu da nə olacaq? Müsbət 3 olacaq. Eləcə 65 dənə Y variantı ödəyəcək. 66'da mangan O4 2 mənfinin oksidaşmə dərəcəsini göstərir. 2 mənfi isə deməli bura X yazaq, bura mənfi 2 yazaq. Bir dənə mangan 1 vuraq X. Üstə yerə 4 vuraq mənfi 2 bərabərdir mənfi 2. X isə bərabərdir müsbət 6'ya. Mangan O2'də mənfi 2 isə bunu müsbət 4 verəcək. Kalsiyum mangan O4 2 dəfə isə nə verəcək bizə? Müsbət 7 oksidaşmə dərəcəsini verəcək burada. İstər-istəməz mangan O4 burada. Yəni burada kalsiyum mangan 2 O8 kimi yanaşa bilərik. X demək kalsiyumu müsbət 2 yazaq. Manganı X yazaq. X yenə də mənfi 2. Burada tənlik kimi yəni 2 üstə yerə 2 vuraq X. 8 vuraq mənfi 2 bərabər 0 yazıq. X bizə müsbət 7'ni verəcək. Deməli, mangan O4 2 mənfidə müsbət 6. Mangan O2'də müsbət 4. 6, 4 və müsbət 7'ni ödəyəcək. Olacaq 66 B variantı ödəyəcək. 67'də P-xlor3'də deməli xlor, o xlorun oksidaşmə dərəcəsi mənfi 1 olduğu üçün fosfor müsbət 3 verəcək. HPO4 2 mənfidə istər-istəməz müsbət 5 verəcək. PO4 3 mənfidə də nə verəcək bizə? Müsbət 5 verəcək. Yəni bunları ayrı-ayrı hesablasaq, yəni fərqlidir. Yəni köhnə əvvəlki suallara uyğun qaydaları hesablasaq, yenə də ki, yəni elə bir formaya gətirib çıxacaq. 3 5 5
3, 5, 5, 67'den verəcək. A variantı ödəyəcək. 68-də azot üçün hansı ifadə doğrudur? Mənfi oksijen 4 göstərə bilər, göstərə bilər. Mənfi 4 xeyr, göstərə bilməz. Müsbət 4 göstərə bilər. Çünki mənfi 3 ilə müsbət 5 arasında oksijen. Bəzi birləşmələrdə 5 valentli xeyr, azot 5 valentli birləşməsi yoxdur. Yalnız müsbət göstərir xeyr, metalların mənfi göstərir. Birləşmələrdə valentli ilə oksijen arasında mütləq qiyməti bərabər olur. Bunu demək olmaz. Deməli bunu tam demək olmaz. Deməli Y variantında da mesela nitrat turşusunda azot müsbət 5 oksijen edəcəksiniz. Valentliyi 4'e bərabərdir. Y variantında isə 4'dən çox valentlik göstərə bilməz. Azotun maksimal valentliyi 4'e bərabərdir. Sonra 69-cu sual. Azot üçün hansı ifadə doğru deyil? 1 sigma. Bir dənə sigma var, 2 dənə pi rabitəsi var, doğrudur. 5-ci qrup element doğrudur. 3 ədəd cütləşməmiş elektronu var. 3 ədəd yox. Deməli bunun xarici elektron təbəqəsində hər azotda 2 dənə cütləşməmiş nəyi var? Elektronu var. 4 dənə götürək. Atomda 3 ədəd yox, 2 ədəd cütləşməmiş. Atomda deyir ki, atomda 5 dənə deməli atomda 3 dənə cütləşməmiş elektron fikri doğrudur. Molekulda isə 2, 2, 4 dənədir. Çünki azot 2s2, 2p3 formulu ilə qutarır. S 2 dənə elektron cüt haldadır. P'də də 3 dənəsi nədir? Tək haldadır. Ona görə də burada istər-istəməz C variantda doğrudur. Ən yüksək valentli 5'ə bərabər fikri səhvdir. Azot maksimal 4 valentli olur. Boş D təbəqəsi olmadığı üçün 2D təbəqəsi həyəcanlana bilmir. Ona görə maksimal 4-5 valentli olur. Ən kiçik oksijen mənfi 3'dür, doğrudur. Olur 69 dənə D variantı ödəyir. Y atom xlor ilə yalnız Y xlor 2 əmr etdirir. Y xlor 2 yalnız iyondur. Deməli Y metaldır. Kükürdlə burada xlor 1 valentlisi Y2'dir. Kükürt də metallarla birləşmələrdə 2 valentli olur. Onda olur YS olacaq. Olacaq B variantı ödəyəcək. X xlor 2 əmr etdirir 70-ci sualda. Deməli X1 valentli, karbon X2 valentli olur. Yaxud da müsbət 2 oksijen göstərir. Azot deməli metalları birləşmələrdə 3 valentli, X isə 2 valentli. 6, 6'nın 2'ye bölündü. 3, 2. X3, N2. Variant olur ne? Y variantı ödəyir. Sonra 72'də müsbət 2, 0 və mənfi 2 ola bilər. Deməli bu oksigenə aiddir. Kalium mənfi ola bilməz. Natrium da mənfi ola bilməz. Kalsium da mənfi ola bilməz. Flor isə yalnız mənfi 1 göstərir. Ona görə də olur 72 variantı C variantı. Sonra deməli 73'te R1 ve R2 alkaninin R1 üçlü butil. R1 üçlü butildirsə deməli CH, CH3, CH3'dür. R2 ise ikili butil radikal olarsa R2 ikili butil radikalı. Deməli R2 ise ikili butilləyirsə CH3 hər hansı bir karbonun birində ortadakı karbonun birində radikal CH2 CH3 belə yazıq da ikili butil. İzobutil deyil, üçlü butil deyil, ikili butil. Deməli bunların radikalsı karbon oksijen. Deməli bunları birləşdirmək lazımdır. CH ataq bura, CH3 yuxarı hissədə. CH2, CH3 belə bir formada bunlar nə edəcək? Birləşəcəkdir. Yəni burada bu ikili butilli, bu da üçlü butil. Deməli bunların nəyin tapaq? Deməli oksijen, karbon atomlarının oksijen, birinci, ikinci, üçüncü və dördüncü karbonların oksijenləri tapaq. Soldan sağa biz bunu adlandıracağıq və birinci karbon CH3 olacaq. İstər-istəməz 1 deməli 2 3 4 5 elədir.
Birinci karbon CH üstü. 3 tane ətrafında deməli hidrogen olduğu üçün mənfi oksitləşmə dərəcəsi. CH olacaq burada -3. İkinci karbon ətrafında ancaq karbonlar olduğu üçün ikinci karbonda 0 olacaq. Üçüncü karbon ətrafında bir dənə hidrogen olduğu üçün -1 olacaq. Hidrogen -1, bu da -1. Dördüncü karbon ətrafında 2 dənə hidrogen olduğu üçün -2 olacaq. -3, 0, -1 nə? -2 göstərir. -3, 0, -1 və -2 nə edəcək göstərəcək. 73 dərəcəni D variantı ödəyəcək. Sonra 74-də hansı mərhələdə və yaxud azotun oksitləşmə dərəcəsi dəyişmir? NH3-ün üzərinə oksigen gəlmişik katalizatorun iştirakının. NO-dan alınır, su alınır. İstər-istəməz burada dəyişəcək. Müsbət 2 NO-dadır, -3 dənədir, NH3-dədir. Sonra NO-dan da oksigen reaksiyasını aparmışam, alınıb NO2. İkinci, burada müsbət 4-dür, NO2-də, NO-da müsbət 2-dir. Burada da dəyişib. NO2-nin üzərinə gəlmişəm, O2 üstə gəlmişəm, H2O. Verəcəyinə HNO3. Burada da verəcək müsbət 5, burada da verəcək müsbət 4. Burada da dəyişib. Sonra dördüncü mərhələdə HNO3-ün üzərinə gəlmişəm mən. Mis2 oksid. Burada alınacaq kuprum NO3 2 dəfə. Deməli, pirus nə? H2O. Burada azotda müsbət 5 idi. Oksidləşmə dərəcəsi kuprum NO3-də də müsbət 5-dir. İstərsiniz yalnız dördüncü mərhələdə oksidləşmə dərəcəsi nə eləmir buradan? Dəyişiklik nə eləmir? Baş vermir. Ona görə də olur burada nə variantı? Deməli, D variantı. Sonra da 71. Hansı azotun həm oksidləşmə dərəcəsi həm də valentliyi dəyişmir? A variantını NH3-ün üzərinə gəlirik biz nə? H-klor. NH3 üzərinə H-klor gələndə NH4 xlor olur. Yəni ammonium xlorid alınır burada. Ammonium xlorid birləşmədə valentli 3-dən nəyə qalxacaq? 4-ə qalxacaq. Deməli, birincisini çıxdıq. NH4 xlor parçalanır. Elədir. NH3 ilə H-klor. İstər-istəməz burada 4 valentdən nəyə düşür? 3 valentliyə buradan dəyişilməkdir. Bunu götürə bilməyəcək. Sonra NH4 xlorun üzərinə 3-cü mərhələdə üzərinə gəlmişik biz nə? Pirobbium 2 nitrat. Burada alacaq PB xlorik, yəni ammonium nitrat, NH4, NO3, üstünün PB xlor2. İstər-istəməz burada -3-dür, -3-ə keçib, valentliyi 4, yəni 4-ə keçib. NO3-də müsbət 5 və 4 valentlidir. Müsbət 5 və 4 valentliyə nə çevrilir. Burada olacaq variantını yalnız 3-cü variant, deməli 75-də ödəyəcək. 76-cı sualda deməli mol nisbətləri nü verib bizə kalium N XO4 bölünsün nə? Nü NH4 2 dəfə deməli CO3-də. Birin birə nisbətində. Deməli, mol nisbətləri birin bir nisbətindədir. Qarşılıqda oksigen atomlarının sayı bütün atomların sayı 3 dəfə az. Qarşılıqda oksigen atomlarının sayı deməli 4+3 sayıdadır. 7 ədəddir. 3 dəfə azdırsa 7-ni 3-ə vuranda neçə verir bizə? 21 dənə. Deməli, cəmi 21 dənə var. Deməli, atom var burada. 21 atom var. Onda N üstə yenilsin. Kaliumində XO4-də 5 atom. Üstə yenilsin. NH4 2 dəfə də 5 atom var. 2-yə vuranda 10. Karbonda 1 plus 4-dür. Və bərabər N plus neçə? 5, 20. N plus 20-ni bərabərləşdirəcəyik biz deməli 21-ə. N də bərabər olacaq 1-ə. Olacaq burada deməli. Daha doğrusu burada N plus 20 yox, N plus 19 edir. Daha doğrusu biz baxaq burada 10 plus 1 burada artıq çıxıb plus 19 edir. Plus 4. Burada N nə verəcək bizə? 2 verəcək. Olacaq kalium 2 XO4 birləşməsi. Burada -2, müsbət 1. Buradan istərsəm X dənə qalacaq, müsbət 6 qalacaq. Olacaq 76 dənə variantı D variantı ödəyəcək.
Çünki kaliumun oksidaşma dərəcəsi müsbət 1-dir. Kalium 2xO4-də, kalium 2xO4-də. Kaliumda müsbət 1-dir, X-A-da, oksijində də mənfi 2-dir. 2 vuraq müsbət 1 üstə A üstə 4 vuraq mənfi 2 bərabər 0-a. A da bərabərdir, müsbət 6 neyəcək, ödəyəcək. Olacaq deməli, müsbət 6 D variantı 76 ödəyir. Yəni 77-ci sual. Hansı maddələrdə karbon oksidaşma dərəcəsi 0-a bərabərdir? Deməli, xloroform verib, CH xlor 3-də, orada müsbət 2 verəcək biz oksidaşma dərəcəsi. CH xlor 3-də. Xlor mənfi 1-dir, hidrogenda müsbət 1. Deməli, burada müsbət 2 verməli ki, cəm 0 olsun. A-nı çıxdıq. Dixlor metan. Deməli, CH2, xlor 2, dixlor metan. Mənfi 1, müsbət 1, burada yerəcək 0 verəcək, 2 də ödəyir. Etanol aldehiddir. CH3, COH. Burada deməli, mənfi 2, müsbət 1, burada müsbət 1 eləyəcək. Asetonda da CH3, metanol daha doğrusu. Metanolda da Y-dir. HCOH-da da deməli nə verəcək bizə? Müsbət 1 və mənfi 2, burada 0 verəcək. Deməli, bizdə 0 alındı CH2 xlor 2 dixlor metanda və metanolda. 2-4 birləşmələrində deməli nə olur? 77, 2-4-də deməli biz axtardığımız, yəni 0 var. Sonra 78-ci karbon oksidaşma dərəcəsi müsbət 2-dir. Xloroformda CH xlor 3-də deməli mənfi 1, müsbət 1, bir də müsbət 2 verir. Deməli, birinci ödəyir. Xloroprində deməli CH2 deməli CH xlor yəni aşağı burada CH2 etanolda deməli CH3 COH. Etanolda müsbət 1 idi, bayaq tapdıq bunu. Deməli, hansı maddə tərkibində karbon atomu var? Belə verib sualı. Bizə xloroprində deməli baxaq. Mənfi 2, mənfi 1, müsbət 1, mənfi 2. Xloroprində belə alınacaq. Asetonda CH3, COCH3. Mənfi 3 hidrogenlər müsbət 1 deyilib. Müsbət 2, bir dənə mənfi 2 oksidaşma dərəcəsi birləş. Burada da mənfi 3. Deməli, asetonda da müsbət 2 göstərir. Və deməli, CH xlor 3-də də, yəni xloroformda nə göstərir? Müsbət 2 göstərir. Deməli, olacaq bizdə nə? 1-4 şərt. Deməli, 1-4, 78-də verəcək. 1-4 alınacaq. Sonra 79-cu suala keçəyim. Deməli, maddə kükürdün oksidaşma dərəcəsini soruşur bizdən maddələrdən. Kalium 2SO3 yazıb bizə. Kalium 2SO3-də istər-istəməz kükürdün oksidaşma dərəcəsi müsbət 4 verəcək birisi. Bunu hesablasaq, indekslərinə vursaq, biri müsbət 4. Natrium 2S isə natrium müsbət 1-dir, kükürddə mənfi 2 verəcək. Natrium HSO4. Natrium HSO4 hidrogenlə müsbət 1-dir, natriumla müsbət 1-dir, kükürd X, oksigenlə mənfi 2-dir. Onda 1 üstə 1, üstə yenəsin X üstə 4 vurulsun, mənfi 2 bərabər 0 şərtini yazırıq. X üstə verilir, müsbət 6. Deməli, onda burada çıxır ki, 1-ə aid olacaq, deməli, müsbət 4-dən 1-ə D idi. 2-yə, deməli, müsbət 2 E-dir. 3-ə də müsbət 6 B-dir. D, Y, B neyəcək? Ödəyəcək bizim sualın şərti. Sonra 80-cı sualda H xloro4 verib bizə. H xloro4-də mənfi 2, 4-ü mənfi 2-yə vurdum, mənfi 7. Üstünə müsbət 1 gəlsəm, deməli verəcəm mənfi 8, mənfi 7. Deməli, bu müsbət 7 olmalıdır ki, toplayanda cəmliyini vursun, 0 versin. Kalium xloro2-də
-2, -1, -3 verir. Kalium xloriddə kalium -1'dir, xlor -1'dir. Xlor 1'ə aiddir buradan da C. 2'ə aiddir deməli xlor E. 3'ə aiddir deməli nə? B aiddir. C, Y, B nə edəcək? 80'də ödəyəcək. 81'də 2s2p5 qısa form maksimum bu 2s2p5 ilə qurtaran deməli filiord. Filiordu bunun maksimal oksidaşın dərəcəsi müsbət 0'dır. Deməli nədir? Bunun maksimal oksidaşın dərəcəsi filiorda 0'a bərabərdir. Yəni 1'ə aiddir A. İkincisində 2s2, 2p4 oksigendir bu 8-ci elementdir bu. Bunun maksimal oksidaşın dərəcəsi müsbət 2'dir. O filior 2'dir. Deməli burada 2'ə də nə aiddir? C aiddir. Maksimum müsbət 2 göstərir. 3s2, 3p5 ilə qurtaranı isə xlorda 17-ci element. Maksimal müsbət 7 olur. Belədir, 3'ə dair olacaq Y variantı ödəyəcək. Deməli A, C, Y. Deməli A, C, Y variantı nə edir? 1'ə 2'ə 3 ödəyir. A, C, Y variantı ödəyir. 81. 82-ci sualda hidrogenin oksidaşın dərəcəsi müsbət 1'dən deməli keçib 0'a. Silisium H4 kənara çıxmadı. Silisium H4'də hidrogen -1 göstərir. Silisium müsbət 4. Hidrogen oksidaşın dərəcəsi elektromənfiliyi silisiumdan çox olduğu üçün hidrogen mənfi göstərir. Burada silisium O2 üstəgələn nə verir bizə? H2O verir. Burada da -1 verir. Müsbət 1 daha doğrusu. Deməli buradan hidrogen -1'dən müsbət 1'ə keçir A'dır. Deməli bu nəyə aiddir? 3'ə aiddir. Deməli bu A belə. Sonra kalsium üzərinə su gəlir. Kalsium üzərinə su gələndə hidrogen oksidaşını müsbət 1'də alınır. Kalsium OH2 plus hidrogen 0'a keçir buradan. -1'dən 0'a. Deməli olur nə? -1'dən 0'a keçən variantımız yoxdur. 0'dan mənfi. C'də kalsium hissə H2 gələndə kalsium H2 verir. Burada müsbət 2 budur, -1 budur. Elədir. Deməli 0'dan nəyə keçib buradan? -1'ə keçib. 2'ə aid. Deməli C 2'ə aiddir. 1, 2, 3. Deməli müsbət 1'dən 0'a keçən deməli 3'ə aid idi A. Deməli 0'dan mənfiyə aiddir C. Elədir. Sonra S-in üstə H gələndə H2S edir. Şükür burada -2'dir. Bu da müsbət 1'dir. 0'dan nə keçir bu? Müsbət 1'ə keçir buradan. İstər 0'dan müsbət 1'ə keçən variantımız yoxdur bizim. Sonra Y'də CH4 üzərinə gələcək H2O. Alınır CO plus H2. Burada -1'dir. Oksidaşın müsbət 1'dir. Deməli müsbət 1'dir. Deməli müsbət 1'dir. Deməli keçib 0'a. H2'də 0'dır. Müsbət 1'dən 0'a keçsə bu da 1'ə aiddir. Deməli Y-də 1'ə aiddir. Deməli 1'ə Y, 2'ə S, 3'ə A. Bayaq yəni burada şərt olaraq 1'ə A yazmışdıq, səhv yazmışdıq. Yəni yerlərini dəyişirsə 3'ə aiddir. 1'ə yəni müsbət 1'dən 0'a düşür. Deməli E-də 0'dan -1'ə keçir. C-də -1'dən müsbət 1'ə keçir. Deməli nədir? Deməli 3-cü sualda, yəni A-da aiddir. Sonra 83-cü suala baxaq. Natrium üzərinə su gələk. Verəcək bizə. Natrium üzərinə su gəlsin. Verəcək nə? Natrium OH plus hidrogen. Natrium OH plus hidrogen. 0'dır, burada -1'dir. -1'dən 0'a aiddir. 1, 2 və 3'ünü yazaq. Deməli -1'dən 0'a keçən deməli 2'ə aiddir. Deməli A 2'ə aiddir. Sonra natrium H-in üzərinə gəlirik biz su. Alınır natrium OH plus hidrogen. Burada istərsiniz -1'dən keçib bu nəyə? 0'a. -1'dən 0'a keçən ikinciyə aiddir burada. Elədir, B-yə də aiddir.
Sonra natrium üzərinə gəlsən H2. Alınır natrium H. Sıfırdan nə keçir? Mənfi 1'ə keçir. Elə sıfırdan mənfi 1 üçüncüyə aiddir. Bu da olur C. Sonra xlor 2'nin üzərinə H2 gəlirsən. Nə verəcək? H xlor verəcək. Sıfırdan nəyə keçir burada? Müsbət 1'ə. Sıfırdan müsbət 1'ə keçən aiddir, 1'ə aiddir. Onda bu D'yə aiddir. Kalsium isə H2 gəlirəm, deməli verir. Kalsium H2. Deməli buradan sıfırdan nəyə keçir? Mənfi 1'ə keçir. Sıfırdan mənfi 1'ə keçən olacaq, üstə duracaq nə? E variantı. 1'ə deməli D variantı, sıfırdan müsbət 1'ə keçir. 2'yə AB mənfi 1'dən 0'a keçir. Deməli A da deməli H2 ayrılır. Mənfi 1'dən 2'yə A B. 2'yə daha doğrusu A yox. H2O'da hidrogen müsbət 1'dir. Burada deməli 2'yə A variantı aiddir. 2'yə B variantı daha çox aiddir. Hidrogen mənfi 1'dən 0'a keçib. Müsbət 1'dən daha doğrusu nə keçib? H2O'da 0'a. Deməli 2'yə B aiddir. 3'ə 0'dan nə keçib? Mənfi 1'ə. Deməli 3'ə də C və Y-ni yazmışıq. Natrium H-da mənfi 1'ə deməli ödəyir. 1D, 2B, 3C, Y şərtini yenəcək, ödəyəcək.